Vladivostok şəhərinə xoş gəlmişsiniz. Vladivostok şəhəri Moskvadan 9288 kilometrdir. Əgər qatarla gəlsəz 7 gün yarıma gəlib çatarsınız. Vladivostok şəhəri Primorya diyarının inzibati mərkəzi hesab olunur. Həm də uzaq şərqin inzibati Rusiyada yerləşən uzaq şərqin inzibati mərkəzi Vladivostok şəhəri. Bura dəmir yolu vağzalının çıxışıdır. Hostel bron eləmişəm. Hava da həmişəki kimi çox istidir. 30 dərəcə isti yoxsadır. Saat 11:10. Bugünkü tarix 27 iyul 2025-ci il. Mən Xabarovsk şəhərindən gəldim bura 14 saat qatar ilə. Qatarımız çox pis şəraiti var idi. Kondisioneri yox idi. Hava isti. Nəfəs almaq qeyri-mümkündür. Bir zülümlə, bir sözlə gəlib çıxdım Vladivostoka. Gəldim hostelma. Çox gözəl, səliqəli bir hosteldir. 2, 4, 6, 8 nəfərlikdir. Mənim yerim bax buradır. 1200 rubldur bir sutkası. Dinamo futbol stadionu. Uşaqlar da bayaqlarım oynayırlar da biraz baxdım. Gələcəyin futbolçuları da bunlar, bu uşaqlar. Dinamo futbol klubunun uşaq yığma komandası. Şəhər çox gözəldir və insanları müxtəlifdir. Dünyanın istənilən ölkəsindən, eləcə də keçmiş Sovetlər Birliyi ölkələrindən bütün insanlara burada rast gəlmək mümkündür. Aşağıda da Yapon dənizi. Gedə-gedə şəhər haqqında, eləcə də diyar haqqında məlumat verəcəm. Yapon dənizi gözəlliyi ilə hər kəsi heyran edir. Əvvəlki vloglarımızda Sakit okeanı gəzdik, Axot dənizini gəzdik və indi də Yapon dənizi. Primorsk diyarı 20 oktyabr 1938-ci ildə yaranmışdı. Moskva vaxtı ilə 7 saat öndədir. Əhalisinin sayı ümumi diyarda 1.800.000-ə yaxın əhalisi var. 2 milyondan bir balaca azdır. Primorsk diyarında ümumilikdə 12 şəhər mövcuddur. Onların inzibati mərkəzi hesab olunan yerləşdiyimiz Vladivostok şəhəri və digər şəhərlərdən bir ikisinin adını çəkim. Vladivostoka yaxın şəhər olan Artyom şəhəri, Nakhodka şəhəri, Folkino şəhəri və başqa şəhərləri yadımda olanları sizə dedim. Ümumilikdə 12 şəhərdən ibarətdir. İndi də Vladivostok şəhəri haqqında məlumat verim. Uzaq şərqdə Rusiya Federasiyasında şəhər Primorsk diyarının mərkəzi, Çin Xalq Respublikası və Şimali Koreya ilə sərhəddədir. Bəli, düz eşitdiniz. Şimali Koreya ilə də həm də sərhəddir. Rus donanmasının ana bazası bu şəhərdə yerləşir. Transsibiriya dəmir yolu ilə Moskvaya bağlı 2002-ci ildə əhalisinin sayı 594.000 nəfərdir. Gözəl təbiət, dəniz, çimərlik. Başqa nə istəyirsiniz? Amma pis cəhəti odur ki, uzaq şərqdə Rusiyada havalar həmişə belə isti keçmir. Hal-hazırda 30-32 dərəcə arası istilər keçir. Yəqin ki, eşitdiyimə, bildiyimə görə hər il belə havalar keçmir. Mənim bəxtimdən çox istidir. Allah sizə can sağlığı versin. Sağ olun, hamımıza. O gün olsun ki, bütün Azərbaycanlılar hamısı qəşəng yaşasın. Amin. Onu mən arzulayıram. Amin. Həmişə. Burada yaşayırsınız siz? Burada yaşayıram. Laf yaxşı, işiniz olanda. 8 ildir. Laf yaxşı, işiniz olanda. Təşəkkür edirəm sizə, sizi görməyə şad edirəm. Sağ olun, minnətdarım. Sağ olun. İşiniz olanda. Sağ olun. Hamı Azərbaycanlılara salam. Hardansınız Azərbaycanda? Mən İçərişəm. Başlısınız. Laf yaxşı. Var ol. Sağ olun, sağ olun. Yolu gedirdim, qardaş. Yəqin ki, Azərbaycanca danışdığım eşitdi. Belə.
4000'e yaxın burada Azərbaycanlı yaşayır. İnternetdə araşdırdığıma görə 4000 Azərbaycanlı. Özümə limonad alaq qəşəng. Oturacam dəniz qırağında, həm də yemək yeyəcəm. Elə lapşa da aldım özümə, görsünüz. Yok, блогеры, да? Da, TikTok блогеры. YouTube. YouTube. Aha. А вы из Китая или Корея? Китай. А. Раньше жили Хабаровска. Ага. У нашего дома хозяин, он Азербайджан. Мы как брат-брат. Так. Ага. Он очень хороший. Спасибо. У вас не ленивый, просто любимый, да. Da. Göz haqqınızı halal eləyim. Çox dadlıdır. Çox superdir dadı. Əsl Çin üslubudur, ya Koreya üslubudur. Hər gün yeyirəm, demək olar ki, son 3-4 gün. Hər dəfə bir-birindən daha dadlıdır. Bu limonad da ki, içində şaftalı, belə dilimli, belə bir şeydir. Qiyməti bunun 400 rubuldur, bu da 300 rubul. Və gözəl, sonu bərabəri olmayan, qiymətsiz ana təbiətimizin bizə bəxş elədiyi dəniz, Yapon dənizi. Burada əyləncə mərkəzidir. Gedək içəri görək nə var. İndi də şeytan çarxına qalxaq, şəhəri yuxarıdan da görək. Bugün həm də dənizçilər günüdür, bayramdır. Hər tərəfdə konsertlər keçirilir. İnsanlar dənizçi formasında şəhərdə gəzir. Belə çox gözəl ilk günüm belə başladı və çox maraqlı keçir hələlik. İndi daha bir maraqlı bir yerə gedəcəyik. Funklor var şəhərdə. Gedib funklorla da gəzək. Taksi qiymətləri bilmirəm, telefonda görürsünüz ya yox, çox münasibdir. Yəni avtobus qiymətinədir. Taksi sifariş eləmişəm. Hardasa bir 10 dəqiqəlik yol 100 rubuldur. Funklor. İndi biraz da funklorla da gəzək. Vladivostok körpüsü çox gözəl, çox möhtəşəmdir. Bu körpü Rusiyanın pul vahidi olan 2000 rubl, yeni 2000 rublun üzərində qeyd olunub. Bax bu körpü. Bunlar hamısı Çindən gələn turistlərdir. Bura yaxın olduğu üçün həm buradan ora çoxlu turistlər gedir, həm də oradan bura, yəni ki Rusiyadan Çinə, Çindən Rusiyaya çoxlu sayda turistlər gedib gəlir. Birbaşa avia reyslər var. Bildiyiniz kimi də yaxın zamanlarda Azərbaycan və Çin arasında viza rejimi ləğv olundu. Birbaşa biz də vizasız gedə bilərik. Mən də yaxınam. Amma keçməyəcəm dostlar, Çinə getməyəcəm. Mənim planımda Çin yoxdur. Gələcək zamanlarda mütləq gedərik.
Bu da körpünün bu hissədən görüntüsü. Mən şəhərin o biri tərəfindeydim, keçdim, belə gəldim, burada düşdüm. Amur pələnginin heykəlidir bu dostlar, çox böyükdür. Bu zonaların rəmzi hesab olunur. Şəhər mərkəzindən biraz uzaqlaşdım. Deməli, burada çox gözəl bir mayak var. Adı Mayak Tokrovskaya və ya Mayak Koşka. Pişik mayakı. Balaca, amma çox gözəl bir yerdədir. Bax, belə bir dar yolla gedəcəyik. Qabaqda vəbşi suyun içindən keçib gedəcəyik. Mayak qarşıdadır. Burada yolumuz qurtarır. Qalan yolda suyun içinə girəcəm. Burada yol tutarıq. Ayaqla gedirik indi suyun içinə. Dərin deyil amma. Su qəşəngdir, istidir. Mayak çox gözəldir. Bura gəlmək yolu özü insana başqa bir zövq verir. Suyun ortasından, o gördüyünüz rişkanın yanından, suyun tam ortasından. Belə vaxt olur ki, burada su çəkilir. Rahat quru formasında gəlmək olar. Amma indi suyun içi ilə gəlirik. Dənizdə çoxlu dəniz kirpisi və dəniz tarağı var. Adamlar onu yığır. Özləri üçün kimsə dənizdən yığıb elə burada da satırlar. İndi qarşıda birini görmüşdüm. Obşim, burada çoxdur. Həm dəniz kirpisi, həm də dəniz tarağı. Burada bax, uşaqlar tutub həm də satırlar. Dəniz kirpisidir, ustritsadır. Mən dadına baxmaq istəmirəm, çünki baxsaz bundan əvvəlki vloglarımda Sakhalin adasında orada özüm tutub tutduqlarımızın daha dadına baxmışam. Burada çox gözəl mayaklar satırlar. Birini aldım. Bax bunu. Qayıtdım yenə şəhərə, uca axşamdır. Burada qəşəng çoxlu sayda suvenirlər satılır. İndi cürbəcür. Burası, vodkalar. Bugün dediyim kimi dənizçilər günüdür. Burada da konsert gedir. İndi qalxaq yuxarı. И твои глаза вернусь, пройдя 100 морей и стран, и хранит любовь Тихий океан. Və Vladivostok şəhəri Rusiyanın hərbi donanmasında çox böyük mühüm rol oynayır. Uzaq şərqdə yerləşməsinə baxmayaraq Çinə getmək ehtiyac yoxdur. Vladivostoka gəlsəz özünüzü 90% Çində hiss edəcəksiniz. Gedən hər 3 adamın biri Çin dilində danışır. Bütün restoran, kafelər həm rus, həm də Çin dilində tərcüməsi var. Ərzaqlar da həmçinin. Bax, Pepsi, Çin Pepsisi. Sonra chips aldım, belə bir şey. Bu da Çin. Səhər lapşa ilə almışdım, indi düyü ilə. Çox xoşuma gəldi. Bir sözlə, nə qədər ki Vladivostokdayam, belə yeməklərdən yiyəcəm ancaq.
və mağaza. Həmişəki kimi Çin məhsulları və ya Koreya məhsulları. Hamısı uşaqlar. Xoş gördük əziz səyahət sevənlər. Yeni bir gündən hər kəsi salamlayıram. Yollanıram indi dəmir yolu vağzalına. Vladivostok şəhəri yaxınlığında yerləşən bir şəhər var. Artyom şəhəri. Yollanıram Artyom şəhərinə. Vladivostok dəmir yolu vağzalı. Əgər bir gün Moskvadan Vladivostoka gəlmək istəsəz, sizi nə az, nə çox 7 gün yol gözləyir qatarla. Birbaşa Moskvadan bura gəlmək mümkündür. Primorsk diyarı Artyom şəhəri Vladivostok şəhərdən 40 kilometr uzaqlıqda yerləşir. Desəm turistik bir şəhərdir, yox, əsla. 40 kilometr əsas şəhərdən uzaqlaşsan, sanki burada həyat sönür. Amma maraqlısı odur ki, burada çox gözəl bir göl var. Həmin gölə doğru gəldim indi. Primorsk diyarında taksi qiymətləri çox cibə uyğundur. Hardasa 20 dəqiqəlik yola 300 rubl pul ödədim. Bu yola Moskvada getsəydim 1000 rubldan çox olardı. Və gəldik, çıxdıq Lotos gölünə. Burada çoxlu sayda Lotos gülləri var. Rəng-bərəng çəhrayı, qırmızı. Görürsünüz çiçək rəngini. Suda içəri girmək mümkün deyil. Hər tərəf açıq. Lotos gülünə əsasən bataqlıq kənarlarında, çay qıraqlarında yabanı halda yetişir. Burada bilmirəm, çox yerlərdə, eləcə də Azərbaycanın bəlkə də bəzi yerlərində onu süni yolla yetişdirirlər. Yəni ki, hardansa gətirib əkirlər və burada çoxalır. Həmin yerdə, əkildiyi yerdə də çoxalır. Artyom şəhərində 108 min əhali yaşayır. 2000-ci ilin əvvəllərinə qədər Rusiyanın uzaq şərqində ən çox istehsal olunan daş karxanaları burada mövcud olub. Son zamanlar artıq onlar öz fəaliyyətini dayandırmışdır. İndi şəhər inkişaf dövrünü keçir. Bəzi gəzməli, görməli yerləri var. Onlardan biri də gördüyümüz Lotos gölüdür. İstədim biraz dəyişiklik olsun. Təkcə Vladivostok şəhərini yox, ətraf yaxın şəhərlərdə də olum. Onlardan biri də Artyom şəhərdir. Vladivostok şəhərindən 40 kilometr uzaqlıqda yerləşir. Qatarla 45 dəqiqəlik yoldur. Artyom dedikdə Azərbaycanda Bakı şəhərində Artyom adası yadıma düşür həmişə. Buradan da Bakıda Artyom adasına çoxlu salamlar olsun. İndiki Pirallahı adası. Hava çox istidir, gəzmək də ki, çox çətindir. Artyom şəhərini gəzmək planını ləğv elədim. Buradan bir yer var, elə taksi ilə gedəcəm birbaşa. 40 kilometr uzaqlıqda yerləşir məndən Safari Park. Maraqlı bir yerdir, internetdə araşdırmışdım. Safari Park. Gəlib çatdım. Ümid edirəm maraqlı bir yer olacaq. Çünki uzun bir yol gəldim. Hardasa 40 dəqiqəlik. Hava da burada çox gözəldir. Burada dovşanlar var. Nə qəşəng dovşandır. Mən özüm dostlar 3 ilə yaxın dovşan saxlamışam. Onların dilini çox yaxşı bilirəm. Çox gözəl heyvanlardır. Şoşulu. Ay şoşulu. Bomba. Şuna da şoşulu. Kulaklar. Orada nə boyda şişirlər yatıb. Çox böyükdülər. Hava da istidir, hamısı qaçıb girib sərinliyə.
Biz güclə gəzirik. Bu heyvanlar yazıq istədə. Burada yaşayan heyvanların fərqi ondadır ki, heyvanxanada yaşayan canlılar çox kiçik ərazidə yaşayırlar, amma safari parkda çox böyük ərazilər var, sanki elə təbiətin bir qoynunda yaşayırlar. Fərqi bu imiş demək. Safari park böyük olur heyvanlar üçün. Bütün heyvanlar hamısı özünü verib sərinliyə. Mən də 35 dərəcə istidə düşmüşəm şəhərin canına. Vay vay vay. 3 dənə, 4 dənədirlər ki. Axırı ki yanımda olan bir heyvanı gördüm. Şirdir, yatıb bax görsüz. Kilsə. Özü üçün təncələr orada. Bu şirdir. Вот она вышла. Bu da pumadır. Вот она вышла прямо на нас. Gəlir üstümə. Вот она вышла прямо на нас. Вот она, не знаю. Safari parkı gəzdik, dolaşdıq, heyvanları gördük və indi qayıdırıq Vladivostok şəhərinə. Avtobusu yolda gözləyirdim. Yolda bir maşın saxladı. Dedi ki, elə mən səni avtobus qiymətinə şəhərə apararam. Yolda saxladı, maraqlı bir plaja gətirdi. Dedi, gedək gəzək. Şüşə plyajı. Hər tərəf şüşədir. Neçə vaxtı gəzirəm, səyahət edirəm, vloglar çəkirəm və səhər son günümdə artıq 2 həftəlik səyahətim sona çatır. Ağız dadını dəyişmək istəmirəm. Burada çox dadlıdır. Restoranların hamısını gəzdim, yenə də bura qayıtdım. 2 gündə ancaq burada yemək yeyirəm. Bilmirəm niyə. Made a typo. My girl got a girl, she an info. Ain't too good, I think I need lipo. Pop 1, 2, 3, 4, I'm a psycho. Commas in $1,000,000. More than a giving in fuck. Shotties with a big old buck. 4 you out of sets on a truck. 1 to the kitty, 2 to the dog. That's left, right, go. Got a rollie for the brunch and a panic for the show. That's left, right, go. Got a big new body and a whip it like a pro. That's left, right, go. Got a great main. Hə dostlar, yavaş-yavaş vlogumuzun sonuna gəlib çatırıq. Artıq vaxtı hava limanına doğru gedirəm indi.